Yaxşı, gəlin başlayaq. Evinizdəki o router var ha? Yəqin fikirləşirsiniz ki, o sadəcə internetə qoşulmaq üçün bir qutudur. Amma əslində o sadə görünüşün arxasında tam hüquqlu, amma sındırıla bilən bir kompüter yatır. Bugün biz, məhz o kompüterə qarşı rəqəmsal bir soyğun təşkil edəcəyik. Bu araşdırmada biz addım-addım göstərəcəyik ki, təhlükəsizlik mütəxəssisləri bu cür gündəlik cihazlarda zəiflikləri necə aşkar edir və onlardan necə istifadə edirlər. Yəni bu, quru nəzəriyyə deyil, bu, əsl kiberhücumun anatomiyasıdır. Deməli, qarşıdakı bir neçə dəqiqədə bu 6 mərhələni bir-bir keçəcəyik. Bunların hər biri soyğunumuzun bir parçasıdır və bizi məqsədimizə bir addımda yaxınlaşdıracaq. Hazırsınızsa, başlayaq. Hər şeydən əvvəl, təbii ki, bir hədəf seçməliyik. Bizim hədəfimiz AirTice RT212 model bir routerdır. Konkret olaraq, onun mini UMP xidmətindəki, yəni şəbəkədəki cihazların bir-birini rahat tapmasını təmin edən proqramındakı bir zəifliyi hədəf alacağıq. Bu zəifliyin rəsmi kodu CVE 2013-0230-dur. Bu, bizim, belə deyək, bank anbarımızın zəif nöqtəsidir. İndi, əsl cihaza toxunmadan, heç bir iz buraxmadan işləmək üçün bizə təhlükəsiz bir məkan lazımdır. Bu məkan bizim virtual laboratoriyamız olacaq. Bu laboratoriya hücumu sınaqdan keçirmək, təhlil etmək, yəni bir növ məşq etmək üçün bizim təhlükəsiz emalatxanamız rolunu oynayacaq. Yaxşı, laboratoriyanı necə qururuq? Bir neçə əsas addımımız var. QEMU adlı bir emulyatordan istifadə edirik. Bu proqram bizə routerin prosesorunun işlədiyi MIPS arxitekturasını, yəni onun dilini, öz kompüterimizdə təqlid etməyə imkan verir. Bu da bizim sınaq poligonumuz olacaq. Və budur. Gördüyünüz kimi, QEMU içində tam işlək bir Debian MIPS mühitimiz var. Soyğun emalatxanamız artıq tam fəaliyyətə hazırdır. İndi isə hədəfin sirlərini açmağa başlaya bilərik. Emalatxana hazır. İndi növbə kəşfiyyatdadır. Routerin proqram təminatını əldə edib, onun içindəki sirləri üzə çıxarmalıyıq. Bu, sanki bankın planlarını, cizgilərini oğurlamaq kimidir. Bunun üçün Binvolk adlanan çox faydalı bir alətimiz var. Bu alət, routerin proqram təminatı faylını, yəni firmware'i, sanki bir konserv kutusu kimi açır və içindəki bütün faylları, proqramları bizim üçün çölə çıxarır. Və beləcə, biz əsas hədəfimiz olan MiniAppNPD proqramını əldə edirik. Hər şey əla gedirdi ki, qarşımıza ilk maneə çıxdı. Çıxardığımız Mini UMPPD proqramı virtual laboratoriyamızda işləməkdən boyun qaçırır. Sistem onu sadəcə tanımır. Bəs niyə? Problem nədir? Sirrin açılması isə çox maraqlıdır. Readelf əmri ilə proqramı biraz didişdirəndə məlum olur ki, onun tək başına işləmək gücü yoxdur. Ona kömək edən başqa proqramlar, yəni kitabxanalar lazımdır. Bizim laboratoriyamızda isə bu köməkçilər yoxdur. Həll yolu isə olduqca sadədir. O əski kitabxanaları da routerin proqram təminatından tapıb laboratoriyamıza köçürürük. Və budur. Hədəf proqramımız artıq bizim mühitdə problemsiz işləyir. İndi onu istədiyimiz kimi analiz edə, zəif nöqtələrini axtara bilərik. Artıq proqram tamamilə bizim nəzarətimizdədir. İndi o məşhur zəifliyi sınaqdan keçirib, həqiqətən də sistemi çöktürə biləcəyimizi sübut etməyin vaxtıdır. Gəlin, o zəif nöqtəyə toxunaq. Bəs bu zəiflik nədir? Buna stek daşması deyirlər. Gəlin, çox sadə bir dillə izah edim. Təsəvvür edin, balaca bir poçt qutunuz var. Siz ora o qədər məktub doldurursunuz ki, axırda qutu partlayır, dağılır. Bizim edəcəyimiz də eynən budur. Proqramın yaddaşına, o balaca qutuya o qədər çox məlumat göndərəcəyik ki, sistem çökəcək. Hücum alətimiz isə kiçik bir Python skriptidir. Bu skript, hədəf proqrama xüsusi olaraq hazırlanmış bir şəbəkə sorğusu göndərir. Həmin sorğunun içindəki SOAP action başlığı isə qəsdən anormal dərəcədə uzundur. Məqsədimiz də elə budur, proqramın yaddaşındakı o balaca buferi daşırmaq və sistemi çöktürmək. Və alınır. Proqram segmentasiya xətası mesajı verərək çökür. Bu bizim üçün Evrika anıdır. Çünki bu sadəcə bir xəta deyil. Bu zəifliyin real olduğunun və bizim bu zəiflikdən istifadə edərək sistemə tam nəzarəti ələ ala biləcəyimizin təkzib edilməz sübutudur. Amma proqramı sadəcə çöktürmək bizə bəs etmir. Soyğunumuzun zirvə nöqtəsi bu çökməni bizə tam nəzarət verən bir eksploitə çevirməkdir. Yəni biz artıq sadəcə qapını sındırmırıq, bütün binanı ələ keçirməyə çalışırıq. Ancaq burada qarşımıza çox ciddi bir texniki maneə çıxır.
keş uyğunsuzluğu. Bunu belə izah edim. Təsəvvür edin, biz zərərli planlarımızı, yəni kodumuzu binanın ambarına yerləşdirmişik. Amma mühafizəçi, yəni prosesor, təlimatları ancaq idarə otağından oxuyur. Problem odur ki, ambarla idarə otağı arasında birbaşa əlaqə yoxdur. Ona görə də biz planımızı birbaşa işə sala bilmirik. Hər yolu isə inanılmaz dərəcədə zərifdir. Qayıdış yönümlü proqramlaşdırma, qısaca ROP. Fikir budur, biz heç bir yeni kod yazmırıq. Əvəzində, proqramın öz yaddaşında onsuz da mövcud olan kiçik əmr parçalarını, gadgetları bir-birinə domino daşları kimi bağlayırıq. Hər domino yıxıldıqca bizim istədiyimiz bir kiçik əməliyyat yerinə yetirilir. ROP zəncirimiz 4 addımdan ibarət bir domino effektidir. Birinci addımda sleep funksiyasını çağıraraq o bayaqki cache problemini həll edirik, yəni ambarla idarə otağını sinxronlaşdırırıq. Sonraki dominolar isə bir-birini tətikləyərək sonda bizim əsas məqsədimizi sistemə tam nəzarəti verən shell kodu işə salır. Bu həqiqətən də mürəkkəb bir problemi çox zərif bir plana çevirməkdir. Hər şey əla, eksploitimiz laboratoriyada işləyir. Amma əsl soyğunda həmişə son bir sürpriz olur. Məlum olur ki, həqiqi routerda bizim hücumumuzu dəf edən gizli bir müdafiə mexanizmi var. Deməli, işimiz hələ bitməyib. Problem budur. Zərərli kodumuz işə düşür, sistemə daxil oluruq, amma bir neçə saniyə sonra əlaqə kəsilir. Bəs niyə? Səbəb meneceri adlı bir gözətçi prosesidir. Bu proses, MinUPNPD prosesinin ələ keçirildiyini başa düşən kimi, onu dərhal öldürüb yenidən başladır. Bu, sanki səssiz işləyən bir siqnalizasiya sistemidir. Və gəldik sonuncu ən dahyanə fəndə. Baxın, bizim ilk kodumuz birbaşa mini-UMPPD prosesini ələ keçirməyə çalışdığı üçün gözətçiyə yaxalanırdı. Amma yeni kodumuz çox daha ağıllı hərəkət edir. O, əsas prosesi ələ keçirmək əvəzinə özünün bir kopyasını, yəni tamamilə yeni müstəqil bir proses yaradır. Nəticədə nə baş verir? Əsas proses çökür, gözətçi gəlib onu təmizləyir. Amma bizim gizli yeni prosesimiz, o gözətçinin radarından kənarda sərbəst şəkildə işləməyə davam edir. Mükəmməl deyilmi? Yaxşı, bəs bu mürəkkəb rəqəmsal soyğundan hansı nəticələri çıxardıq? Birincisi, ev routerləri sadəcə qutu deyil, mürəkkəb kompüterlərdir. İkincisi, zəifliklər çox vaxt proqramların yaddaşı necə idarə etməsində gizlənir. Üçüncüsü, bu zəifliklərdən istifadə etmək ROP kimi çox ağıllı texnikalar tələb edir. Və nəhayət, bütün bunları təhlükəsiz şəkildə etmək üçün virtual laboratoriya mütləq şərtdir. Bütün bu təhlil bizi son bir suala gətirib çıxarır. Gündəlik həyatımızda istifadə etdiyimiz digər sadə cihazlar, televizorlar, ağıllı lampalar, hətta qəhvə maşınları içərilərində əslində hansı mürəkkəb proqramları və kim bilir hansı gizli zəiflikləri saxlayır. Bu, həqiqətən də düşünməyə dəyər bir sualdır.